José Mauro de Vasconcelos, Şəkər portağalı, ağrını bilən bir oğlanın hekayəsi. Şəkər portağalı avtobioqrafik povestdir. Müəllif böyüklərin ağrı acısını, dərdini yaşayan, həm də anlayıb yaşayan balaca oğlanın dili ilə öz acı xatirələrini danışır. Kasıb atanın oğlu olmaq ən böyük bədbəxtlikdir, deyən balaca Zezi yalnız öz aləmində, xəyal dünyasında xoşbəxtdir. Bu, adi əsər deyil. Həm uşaqlar, həm də valideynlər üçün gerçək həyat dərsidir. Birinci hissə. Dünyanı öyrənəndə. Əl-ələ tutub küçədə gəzişirdik. Tələsən yerimiz yox idi. Totoko yol boyu mənə həyatı başa salırdı. Keyfim kök idi. Qardaşımın bax belə əlimini tutub nələrsə mənə öyrətməsi xoşuma gəlirdi. Evdə olanda heç vaxt belə etməzdi. Çöldə isə başqa məsələ. Evdə hər şeyi tək başıma öyrənirdim deyə səhvlərim də olurdu. Onda da mütləq döyülürdüm. Əvvəllər heç kim məni döyməzdi. Amma sonradan hər şeydən xəbər tutdular. Bütün günü məni müzakirə edir, ağızlarına gələni deyirdilər. Şeytan başımızın bəlası, avara küçə pişiyi, mənimsə heç vecimə də deyildi. Bax, küçə uşağı olmasaydım, mahnı oxumağa başlayardım. Mahnı oxumaq aləm şeydir. Totoko mahnı oxumaqdan başqa bir şey də bacarırdı. Fit çalırdı. Amma heç çalışsam da məndə alınmırdı ki, alınmırdı. O, məni sakitləşdirmək üçün deyirdi ki, hələ ağzım balacadır, ona görə bacarmıram. Mahnıları yüksək səslə oxuya bilmədiyim üçün ürəyimdə oxuyurdum. Bu qəribə olsa da xoşuma gəlirdi. Bir mahnı düşmüşdü yadıma. Lap balaca olanda anamın mənə oxuduğu mahnı. O günəşdən qorunmaq üçün başına bir yaylıq atıb paltar ləyəninin dalına keçərdi. Yaxasını önlüyü bağlayıb saatlarla köpüklü suda paltar yuyardı. Sonra paltarları yaxalayıb sıxar, bambuklara bağlanmış zirvəyə sərərdi. Suyu dəyişib başqa paltarları da yuyardı. Anam evin xərclərinə kömək etmək üçün həkim Fualhabergilin paltarlarını yuyurdu. Arıq, ucaboy qadın idi, amma çox gözəl idi. Qara buğday idi, dümdüz, qapqara da saçı vardı. Saçını açanda lap belinə qədər uzanardı. Anam mahnı oxuyanda lap gözəlləşərdi. Yanında oturub dinləyər, yadımda saxlayardım. Bu günə qədər də həmin mahnı yadıma düşəndə səbəbsiz filansız kədərlənirəm. Totoko məni dümsükləyəndə ayıldım. Nə olub sizə? Heç, mahnı oxuyurdum. Mahnı oxuyurdun? Hə. Onda belə çıxır ki, mən karam. Yəni, heç mi bilmirdi ki, adam ürəyində də mahnı oxuya bilir? Heç nə demədim. Bilmirdisə, onu başa sala bilməyəcəkdim. Gəzə-gəzə Rio-San Paulo yolunun kənarına çatdıq. Bu yoldan hər şey keçirdi. Yük maşınları, avtomobillər, faytonlar, velosipedlər, nə desəm. Diqqətli ol, Zezi. Bu çox vacib məsələdir. Əvvəlcə sağına, sonra soluna baxacaqsan. Sonra da tez yolu keçəcəksən. Getdik. Qaça-qaça yolu keçdik. Qorxdun? Əlbəttə, qorxmuşdum. Amma başımı yelləyib özümü qorxmamış kimi göstərdim. Gəl bir də keçək. Sonra baxacam. Görüm nə öyrənmisən. Yenidən yolu keçdik. İndi tək keç görüm. Heç nədən də qorxma. Sən daha yekə kişisən. Ürəyim döyünməyə başladı. Keç, cəld ol, qardaşım dedi. Nəfəs almadan özümü yola atdım. Qarşı tərəfdə bir az gözlədim. Sonra mənə işarə elədi ki, geri qaydım. Birinci dəfəyə görə çox yaxşı idi. Amma bir şeyi unutdun, dedi. Maşının gəlib-gəlmədiyini bilmək üçün hər iki tərəfə baxmalıydın. Həmişə yanında olub işarə edə bilməyəcəyim axı. Qaydanda yenə məşq eləyərik. İndi gəl gedək, sənə bir şey göstərəcəm. Əlimdən tutdu, yavaş-yavaş yolumuza davam etdik. Bu söhbət məni yaman tutmuşdu. Totoko, nə var? Adam yetkinləşdiyini necə hiss edə bilər? Necə yəni? Edmundo dayıdan eşitdim. Deyir, mən yaşımdan tez böyümüşəm. Birazdan da lap yetkinləşəcəyim. Amma özüm nəyinsə dəyişdiyini hiss eləmirəm axı. Edmundo dayı sarsağın biridir. Sənin başını boş-boş şeylərlə doldurur. Sarsaq filan deyil, ağıllı adamdır. Mən də istəyirəm böyüyəndə heç şair olum, ya da alim. Boynumda da kəpənək qalstuk olsun. Kəpənək qalstukumla şəkil çəkdirəcəyim. Kəpənək qalstuk haradan çıxdı? Çünki kəpənək qalstuksuz şair olmur. Edmundo dayı o dəfə jurnaldakı şair şəkillərini göstərdi. Hamısının kəpənək qalstuku vardı.
Zeze, onun hər sözünə inanma. Edmundo dayı başdan xarabın biridir. Özü də yalancıdır. Belə çıxır ki, əclafdır. Mənə bax, söyürdüyünü görə nə qədər də döyülmüsən, hə? Edmundo dayı əclaf deyil, biraz başdan xarabdır, yəni ağıldan kəm. Axı dedin, həm də yalancıdır. Onun buna nə dəxli? Dəxli var. O gün atamla Don Severino kart oynaya-oynaya söhbət eləyərdilər. Don Labonne'dən söz düşəndə atam dedim. Qoca əclaf şeytan kimi yalan danışır. Bax, o sözə görə atam heç döyəndə olmadı. Böyüklər deyə bilərlər, böyüklərə olar. Səssizlik çökdü. Ağıldan kəm nə deməkdir, Totoka? Totoka barmağını gicgahına qoyub vurdu. Bu hərəkəti ilə mənə nəsə demək istədi. Yox, elə deyil, o yaxşı adamdır, dedim. Mənə nə qədər şey öyrədib, indiyə qədər bircə dəfədə mənə şillə ilişdirib, o da elə belə. Totoka yerindən atıldı. O sənə vurub? Nə vaxt? Bir gün evdə oyun çıxartmışdım. Gloria da məni Dindinyacılə göndərdim. Edmundo dayı qəzet oxumaq istəyirdi. Eynəyini tapa bilmədi. Əsəbindən partlaya-partlaya hər yerə baxdı. Dindinyadan soruşdu. O da başladı axtarmağa. Evin altını üstünə çevirdilər. Tapılmadı. Dedim, eynəyin yerini bilirəm. Amma şərtim var. Şirniyyət üçün pul versən, deyərəm. Gedib jilletinin cibindən pul çıxartdı, dedi. Eynəyimi gətir, pulu verim. Mən də gedib kirli paltar zəmbilindən eynəyi tapıb gətirdim. Ay yaramaz, dedi. Özün gizlətmişdin, yanıma bir şillə vurdu, pulu da vermədim. Totoka güldü. Onlara gedirsən ki, evdə səni döyməsinlər, orada da döyülüb gəlirsən. Bir az cəld olaq, yoxsa gedib çatmarıq. Fikrim qalmışdı Edmundo dayının yanında. Totoka, uşaqlar da təqaüdçüdürlər. Bu nə deməkdir? Bax, Edmundo dayı heç nə eləmir, amma pul alır. Yəni işə getmir, bələdiyyə isə ona hər ay pul ödəyir. Hə, nə olsun? Uşaqlar da heç nə eləmirlər. Yeyirlər, yatırlar, sonra da ata-analarından pul alırlar. Təqaüdə çıxmaq başqa şeydir, Zezi. Adam ömür boyu işləyir, ta saçı ağrana qədər. Gəl ağır şeylərdən danışmayaq. Ondan nəsə öyrənmək istəyirsənsə, get öyrən. Amma mənimlə belə olma. Adi uşaqlar kimi ol. İstəyirsən lap söyüş, ancaq o balaca beyninə qarışıq şeylər doldurma. Bir də səninlə gəzməyə çıxmaram ha. Qanımı qaraltdı deyə daha danışmaq da istəmədim. Heç mahnı oxumaq da keçmədi könlümdən. İçimdə mahnı oxuyan quş sahrası uzaqlara uçub getdi. Totoka ayaq saxlayıb mənə bir ev göstərdi. Bu evə bax, xoşuna gəldi. Adi ev idi, mavi pəncərəli ağ ev. Hər tərəfi bağlı və səssiz. Xoşuma gəldi, amma niyə buraya köçməliyik ki? Tez-tez köçmək yaxşı şeydir. Hasarın o özündən bir tərəfdə mango, o biri tərəfdə tamarind ağacı vardı. Sən ki, hər şeyi bilmək istəyirsən, bəs nəcəb evdəki vəziyyətdən xəbərin yoxdur. Bilmirsən ki, atamız işsizdir. 6 aydan çoxdur, Don Scofield dalaşıb deyə işdən qovulub. Görmürsən ki, Lala fabrikdə işə başlayıb, anamız ingilislərin toxuculuq fabrikində işə gedir. Bundan da xəbərin yoxdur, balaca kütbeyin. Hamısı pul yığıb təzə evin kirayəsini ödəməyə çalışırlar. Ata düz 8 aydır qaldığımız evin pulunu verə bilmir. Bu kədərli məsələləri anlamaq üçün sən çox balacasan. Evin xərcləri azalsın deyə mən də ayinlərdən imtina edəcəyim. O bir müddət sustu. Totoka, bəs qara pantera ilə o 2 şiri də buraya gətirəcəyik. Əlbəttə, nökəriniz hini də sökməli olacaq. Sevgi və mərhəmətlə mənə baxdı. Heyvanxananı söküb buradan yenidən quracam. Ürəyimdə yerinə gəlmişdi. Yoxsa balaca qardaşım Luislə oynamaq üçün nəsə yeni bir şey tapmalı olacaqdım. Zeze, gördüyün kimi mən sənin dostunam, elə deyil? Bax, indi mənə hər şeyi danışa bilərsən. O şeyi haradan öyrənmisən? Totoka, valla bilmirəm. Doğrudan bilmirəm. Yalan deyirsən. Kimdənsə öyrənmisən. Heç kimdən heç nə öyrənməmişəm. Heç kim mənə heç nə öyrətməyib. Bəlkə də jandıra deyəndə. Bəlkə o xaç atası şeytanın bunu mənə yuxuda öyrədib. Totoka mat qalmışdı. Başıma bir-iki sırtıma da vurdu ki, danışım. Amma ona nə danışacağımı bilmirdim. Bunu heç kim öz başına öyrənə bilməz dedi. Yaman pərt olmuşdu. Axı kiminsə mənə bir şey öyrətdiyini doğrudan da görməmişdi. Bu bir sir idi. Bir həftə əvvəl başıma gələn hadisəni xatırladım. Onda bütün ailə təəccüblənmişdi. Hadisə baş verəndə mən
Dindiniyəcildə qəzet oxuyan Edmundo dayının yanında oturmuşdum. Dayıcan, buyur oğlum, oxumağı necə öyrənmisiniz? O, bütün qocalar kimi eynəyini burnunun ucuna endirdi. Oxumağı nə vaxt öyrənmisiniz? Bir də soruşdum. Təxminən 6-7 yaşımda. Bəs 5 yaşında adam oxuya bilərmi? Əlbəttə oxuya bilər. Amma bu boyda uşaqlar kimdir məşğul olan? 5 yaş çox tezdir axı. Bəs siz oxumağı necə öyrəndiniz? Hamı kimi əlifbadan B ilə A-nı birləşdirdim. Oldu ba. Hamı elə belə öyrənməlidir? Məncə hə. Bütün adamlar hə, hamı hə. Maraqla məni süzdü. Qulaq as Sezi. Əlbəttə, hamı belə eləməlidir. İndi isə icazə ver əlimdəkini oxuyub qurtarım. Get bağçaya, gör orada guava varmı? Eynəyini yuxarı qaldırıb davam etməyə çalışdı. Mənsə yerimdən tərpənmədim. Heyf, dedim. Səsim elə bəşdən çıxdı ki, o eynəyini yenidən burnunun ucuna indirdi. Vacib deyil, nə vaxt istəsən, bilirsən, mən evdən dəli kimi qaça-qaça bura gəlmişəm ki, sizə bir söz deyim. Yaxşı, de gəlsin. Yox, belə olmaz. Əvvəl deyin görüm təqaüdünüzü nə vaxt alacaqsınız? Birisi gün. Sevgi dolu təbəssümlə gülümsədim. Birisi gün hansı gündür? Cümə. Elə isə cümə günü mənə şəhərdən ay işığı gətirərsinizmi? Bir dəqiqə Sezi, ay işığı nədir? Filmdə gördüyüm kiçik bir atdır. Fred Thompsonun atıdır. Ay işığı, xüsusi təlim alıb. Yəni təkərli oyuncaq at istəyirsən? Təkərli yox. Başı bir də qoşqusu taxtadan olan at istəyirəm. Üstünə minib 4 nal çapırsan. Çoxlu məşq etməliyəm. Çünki gələcəkdə filmlərə çəkilmək istəyirəm. Edmundo da gülümsəməyə davam edirdi. Anladım. Atı sənə gətirsəm, nə qazanacam? Sizin üçün bir şey edəcəyim. Öpəcəksən mənə? Öpməyi sevmirəm ki. Qucaqlayacaqsan? Bu zaman Edmundo dayıya sonsuz bir kədərlə baxdım. İçimdəki balaca quş o an astadan mənə bir söz dedi. Dəfələrlə eşitdiyim başqa söhbətləri də xatırladım. Edmundo dayı arvadından ayrılmışdı. Onun 5 ovladı vardı. O qədər tənhaydı, elə ağır-ağır gəzirdi ki, kim bilir bəlkə də uşaqları üçün darıxdığını görə elə ağır hərəkət eləyirdi. Uşaqları heç vaxt ona baş çəkmirdilər. Masanın o tərəfinə keçib var gücümlə boynunu qucaqladım. Hiss elədim ki, ağsaçı alnıma toxundu. Bu, ata görə deyil, sizin üçün başqa bir şey edəcəyim. Oxuyacağım. Necə Zezi? Oxuya bilirsən ki, bu nə deməkdir? Kim öyrədib sənə oxumağı? Heç kim. Mənə yalan danışma. Yanından uzaqlaşdım. Qapının ağzında. Cümə günü mənim atımı gətirin, dedim. Onda görərsiniz oxuya bilirəm, ya bilmirəm. Hava qaralanda Jandra lampanı yandırdı. İşıq pulunu ödəyə bilmədiyimiz üçün Light elektrik şirkəti işığımızı kəsmişdi. Barmaqlarım ucuna qalxıb boylandım ki, ulduzu görə bilim. Bir kağızda ulduz şəkli çəkilmişdi. Altında da evi bədnəzərdən qorumaq üçün bir dua vardı. Jandira, məni qaldır. Bu duanı oxumaq istəyirəm, dedim. Əl çək Sezi, əlimdə işim var. Tez ol, qaldır, qaldır. Gör oxuya bilirəm, ya yox. Bax, bəri başdan deyirəm, Sezi. Mənimlə oyunu oynarsansa, vay halına. Məni qucağına alıb yuxarı qaldırdı. Tez ol, oxu görək. Mən də oxudum. Tanrıdan evi qorumasını, pis ruhları uzaqlaşdırmasını istəyən duanı oxudum. Jandira məni yerə qoydu. Ağzı açıq qalmışdı. Duanı əzbərləmisən Zezi, mənimlə oyun oynarsan. Yox, Jandira, and içirəm ki, yox, hər şeyi oxuya bilirəm. Adam oxumağı öyrənməsə oxuya bilməz. Oxumağı sənə Edmundo dayı öyrədib, yoxsa dindinya? Heç kim. Əlinə keçən bir qəzeti mənə uzatdı, oxudum, səhvsiz oxudum. Qışqırıb Gloriyanı çağırdı. Gloria da həyəcanlandı. Alaydı çağırmağı qaçdı. 10 dəqiqə sonra bütün qonum-qonşu bizdə idi. Bu qeyri-adi hadisəyə baxmağa gəlmişdilər. Totokanın öyrənmək istədiyi də bu idi. Sənə oxumağı Edmundo dayı öyrədib, söz verib ki, yaxşı oxusan oyuncaq at alacaq. Yox, elə olmayıb. Özündən soruşacağam ha, get soruş. Buna necə baş verdiyini bilmirəm Totoka. Bilsəm, sənə deyərdim. Yaxşı, gəl gedək, ancaq unutma, bir də sənə nəsə lazım olsa, əlindən tutub əsəbə-əsəbə məni geri evə apardı. Məndən qisas almağın yolunu da tapdı. Balaca axmaq, çox tələsib özünü işə saldın.
Fevralda məktəbə getməli olacaqsan. Bu Jandiranın qərarı idi. Beləcə bütün günü evdə sakitlik olacaqdı. Mən də tərbiyəli olacaqdım. Gedək, Rio San Paulo yolundan biraz da məşq eləyək. Elə bilmə ki, dərs başlayanda il boyu qulluğunda durub səni yoldan keçirəcəyim. Bir halda ki, belə ağıllısan, maşın yolunu keçməyi də tez öyrənərsən. Bu da sən istəyən at. İndi görək nə eləyəcəksən, Edmundo dayı dedi. Qəzetə açıb bir dərman reklamındakı cümləni göstərdi. Bu dərmandan bütün əczaçıxanalarda və anbarlarında var, oxudum. Edmundo dayı gedib Dindinyanı çağırdı. Ana, təsəvvür eləyirsən, əczaçxana sözünü belə səhvsiz oxudu. İkisi də oxumaq üçün mənə başqa şeylər verdilər. Hamısının öhdəsindən gəldim. Nənəm dedi ki, dünyanın axırı gəlib. Atımı götürüb yenidən Edmundo dayının boynuna atıldım. Bu zaman çənəmdən tutub titrək səslə dedi. Çox yüksələcəksən balaca. Jose, adı sənə təsadüfən verilməyib. Bir günəş olacaqsan. Ulduzlar ətrafında parıldayacaq. Heç nə başa düşmədiyim üçün üzünə baxım onun həqiqətən də başdan xarab olduğunu fikirləşirdim. Başa düşməzsən dedi. Bu Misirli Yusif peyğəmbərin hekayəsidir. Böyüyəndə bu hekayəni sənə danışacağam. Hekayələrdən ötürü ürəyim gedirdi. Hekayə nə qədər mürəkkəb olsa, o qədər çox xoşuma gəlirdi. Taxta atımı bir xeyli oynatdıqdan sonra Edmundo dayıdan soruşdum. Necə bilirsiniz, gələn həftə böyümüş olaram mı?